Herkese salam, kanalımıza hoş geldiniz. Kanalda gündəlik olaraq artıq videolar paylaşılacaq. Deyisi gəlin, suallarımızla izah edək. Birinci sualda bizə deyir ki, causally line of nouns in the singular. Bizdən tək olan ismi istəyir. Gəlin A variantından başlayaq. A variantında görürsünüz ki fit cəmdir. Ona görə də A variantının üstünə xətt çəkirik. Leaf, mouse, person B variantı qalsın. C-də float, sheep, police. Police burada cəmdir. Ona görə C variantında silirik. Guess, news, people. Burada news axırında S olsa da son cəm götürmürsünüz. Çünki tək isimdir. Amma people-la guess cəm isimdir. Son E variantında teeth, phonics, progress. Burada da teeth cəm isimdən görə çıxırıq. Cavab B variantı. Sizə bir tövsiyə edeyim ki, məsələn, imtahana gedirsiniz və bütün suallara baxmaq. Məsələn, birinci suala baxırsınız və buradan elə yox, sadəcə oradan baxırsan birinci, bizə nə istəyir ona baxırsınız. Sonra isə orada bizdən istəmədiyi olanları çıxırsınız. İndi isə keçək ikinci sualımıza. İkinci sualda bizdən cəm ismi soruşur. Burada money puldur. Money cəm isimdir. Ona görə money çıxır. Ona görə A variantımız gedir. B variantımız gedir. Sonra gəlin ikiyə baxaq. C variantında çıxır. Elə bir 9 dənə ismimiz var ki, C variantında çıxır. Orada da goose, geese, 2 də tək olduğuna görə 2 də çıxardıq. Ona görə də mice cəm isimdir. 3 olan variantda olmadığına görə cavabımız D variantı. Gəlin üçüncü suala keçək. Üçüncü sualda bizdən plural cəm ismi istəyir. Yenə biri götürürük. Üçüncü sualda bizdən nə soruşulur? Yəni bir olmayan variantlar indi çıxaq, getdi. Bizdən tək isim bunlar getdi, qalır. Biz buradan B çıxırıq. 2 olan variantda çıxırıq. Çünki kağızdan ona görə PP kağızda 2 çıxanda B-də gedir, C-də gedir. Sonra isə transition varlığı isim götürülür. Movement burada çıxırıq. Çünki ona görə A variantı götürülür. Sonra isə kompotla soruşulur bizdən. Kompotla mürəkkəb isimdir. Gəlin baxaq, biri çıxırıq. Və ona görə B variantı gedir. Sonra isə A variantı gedir. Variantları da çıxırıq. Sonra isə bizdən kompot namız. Yenə bizdən cəm 2 qalır. Ona görə 2 olan variant. Yalnız gəlin başlayaq çıxa gedir. Kingdom burada çıxır. A variantı gedir. Burada da Heydas çıxılır. B variantı qalır. Schoolmate-də çıxılır. 5-ci sualımızda kompotnaz mürəkkəb isim variantı və mürəkkəb isimdə newspaper bir də qalır B variantı. Cause the line of components bizdə yenə mürəkkəb isim istəyir. Yenə baxaq. Elə variantı qalsın. Leadership B variantını çıxırıq. And development C variantını çıxırıq. Homeland burada yenə gedir, yəni D variantı gedir. Handball agreement bu arada gedir. Yəni qalır cavabımız A variantı. Yenə 7-ci sualdan bizdən tək isim istəyir. Gəlin indi baxaq. Gəlin E variantından başlayaq. E variantında sheep həm tək həm də cəm götürülürdü. E variantını çıxırıq. Ballas S var, ona görə çıxırıq. Sportsman men var, onu çıxırıq. Friends, yəni cəm götürülür. Orada B variantını çıxırıq. Cavabımız qalır. Yəni belə. Sonra isə bizdən istəyir cause the line of nouns in the plural. Cəm ismi istəyir. A variantını çıxırıq, loqaryanı çıxırıq, hayır B variantını çıxırıq.
news çıxırıq C variantından. Buradan D variantından Monet ve Advil çıxırıq. E variantı qalır. Cavabımız E variantı. Cause a coin of in the singular. Bizdən tək ismi istəyir. A variantını çıxırıq. B variantı qalsın. B variantı qalsın. Keçək C variantına. Keçək C variantına. C variantında fruit çıxırıq. Sonra burada D variantında karot çıxırıq, yəni köklər deyil. Elə bil ki, E variantında da qotus çıxırıq. Cavabımız olur B variantı. Buraya qeyd eləyirəm B variantı. İkinci suala. 10-cu sualda bizdən Cousins in the plural. Bizdən cəm ismi istəyir. A variantına çıxırıq flowers. Sonra C variantında qarpızı çıxırıq. Oxen D variantında çıxırıq. Words sözlər E variantına çıxırıq. Yəni cavabımız B variantı. Causes announce in the plural. Bizə eyni cəm ismi istəyir. Mice biri götürürük cəm ismi olduğuna görə bir olmayan variantları çıxırıq. D və E-ni çıxdıq. Sonra news 2 olan variantları çıxırıq. A variantı getdi. 3 giz cəmdir. B ilə C qalır. Gəlin 4-ə baxaq. 4 tək isimdir. Ona görə buradan C variantı silinir və cavabımız B variantı. Cousins in the singular. Bizdən tək ismi soruşur. Fit-i çıxırıq. Fit cəm isimdir. Ona görə də bir olan variantları çıxırıq. Sonra mice. E2 advice. Advice da çıxır. Çünki advice tək isimdir. Və cavabımız qalır A variantı. Bəli. Cavabımız A variantı. Bizdən çünki bağışlayın. Elə bilmişəm məndən cəmi. Saçdım. Cousins bizdən tək istəyir. Biri çıxırıq. Baxın, biri çıxırıq. 3'ü çıxırıq. Bir də birinin çarəliyi çıxaq bir dənə. 1, 3 cavabımız C variantı. 2, 4, 6, 5 də çıxırıq. Keçək 13-cü sual. 13-cü sualda compound nouns bizdən mürəkkəb ismi istəyir. A variantını çıxırıq. B variantını çıxırıq. D variantını çıxırıq. Armçay C variantına çıxırıq. E variantı bizim doğru cavabımızdır. Cause the line of compound nouns bizdən mürəkkəb ismi istəyir. Yenə baxaq. A variantını çıxırıq. B variantını çıxırıq. C variantını çıxırıq. D variantını çıxırıq. Bir də cavabımız deyəsən D. Cavabımız bəli. 14-də cavabımız D. İndi isə 15-ci sualı keçirik və bizdən tək mürəkkəb isim istəyir. Ice Cream Pen'dən Kingdom, A variantından Kingdom Silver variantı gedir. B variantı qalsın. C variantından Development silirik. D variantından Foundation silirik. E variantını silirik və cavabımız B variantı. Bəli, 15-ci sualımızda cavab B variantı. 2016-cı suala bizə yenə mürəkkəb isim istəyir. Gəlin buradan A variantını çıxaq. B variantını çıxaq. C variantı qalsın. D variantını çıxaq. White Rainbow Children. Buradan da E'yi çıxaq və cavabımız C variantı. C variantı. İndi isə gəlin
17-ci sualımızda bizdən noun in the passive case istəyir, yəni ismin yəlik halı. A variantı qalsın, B variantını çıxırıq, çünki tək isimlərdə S apostrof olmalıdır. Yəni bunlar qaydaya uyğun deyil. Məsələn, B, C, D, yəni birbaşa buradan çıxır. Həm də zis, sət, zis, sos bu məsələlərdə var deyə bunlar çıxır. İndilik bu qədər. Gələn dəfə digərləri gələcək.